Padşah vəzirinə deyir, Eminlə söhbət eləyərəm. Deməli, padşah vəzirinə deyir, 63 dənə qızılı qutulara elə yerləşdir ki, səndən neçə qızıl istəsəm, mənə qızılı ancaq bu qutularda verə biləsən. Mən elə bilirəm ki, siz bu cümləni başa düşməmisiniz, hə? Yoxsa Başa düşməmişəm. başa düşməmisən? Hə? Başa düşməmisənsə, mənim yanımda burada qəddar var. Və bu qəddəri. Bir neçə qənd var. İndi 63 dənə qənd yoxdur burada, biraz azdır. Nə bilim, mən 63 dənə demirəm. Deyirəm ki, məsələn, burada 10 dənə qənd var. Məsəl üçün, əlimə 10 dənə qənd yığmışam. Bu 10 dənə qəndi qutulara yığ. Neçə dənə qutuya yığmalısan? Mən səndən qənd istəyəndə qəndi çıxardıb vermə, ha. Qutunu ver mənə. Qutunu ver mənə. Məsələn, mən səndən istəsəm ki, mənə bir dənə qənd ver. Sən bir dənə qənd olan qutunu götürüb verəsən. Desəm ki, mənə 2 dənə qənd ver. 2 dənə qənd olan qutunu götürüb verəsən. Desəm ki, mənə 3 dənə qənd ver. 3 dənə qəndi yığmaq üçün qutuya ehtiyac yoxdur. Bir dənə qənd olan qutu var idi, 2 dənə qənd olan qutu var idi. Sən mənə 2 dənə qutu versən, mən 3 dənə qəndi oradan çıxardacağam. Görəsən başa düşürük nə danışıram, yoxsa? Təkrarlaya bilərsiniz. Hə, indi qızılla təkrarlayacağam indi. Əlimizdə 63 dənə qızıl var. Bu 63 dənə qızılı mən qutulara yerləşdirməliyəm. Padşah da məndən qızıl istəyəndə, özdə istənilən qızıl istəyəndə, qızılı istəyəndə mən ona ancaq qutunu verməliyəm. Ki, al bu qutunu, sənin istədiyin qədər qızıl bunun içərisində var. Məndən padşah bir dənə qızıl istəsə, bir dənə qızıl olan qutunu götürüb verəcəm. Padşah məndən 2 dənə qızıl istəsə, 2 dənə qızıl olan qutunu götürüb verəcəm. Padşah məndən 3 dənə qızıl istəsə, birinci qutu ilə ikinci qutunu götürüb verəcəm. Özü oradan qızılı çıxardacaq, 3 dənə qızılı çıxardacaq. Başa düşdüm. Yəni mənim burada 3 dənə qızılı qoymaq üçün qutuya ehtiyacım var. Xeyr. Murad, ehtiyacım var bu 3 dənə qızılı qoymaq üçün qutuya. Yoxdur. Ehtiyacım yoxdur, çünki padşah məndən 3 dənə qızılı istəsə, birinci qutu ilə ikinci qutunu götürüb verəcəm ki, al, bu qutularda 3 dənə qızıl var. Bəs 4 dənə qızıl istəsə? Onu verə bilmərik, onu yatmalıyıq. Deməli, 4 dənə qızılı mən qutuya yerləşdirməliyəm. Çünki 4 dənə qızılı əvvəlki 2 dənə qutu ilə verə bilmirəm. Bəs 5 dənə qutunu, 5 dənə qızılı qutuya qoymağa ehtiyac var? Yox. 1 ilə 4-ü verə bilərik. Yəni 5 dənə qızılı qutuya qoymağa ehtiyac yoxdur. Çünki sən zaten burada birinci qutu ilə üçüncü qutunu verəndə birində 1 qızıl var, birində 4 qızıl var. Onu verəndə padşah özü o 5 dənə qızılı oradan çıxardacaq. Zəhmət çəksin, çıxarsın. Yəni 5 dənə qızılı qutuya qoymağımıza ehtiyac yoxdur. Bəs 6 dənə qızılı? Ehtiyac da yoxdur. 4-dən 2. Bəli, 2 ilə 4-ü padşaha verəcəm. Bu 2 qızıl olan, 4 qızıl olan qutuları verəcəm padşaha. Padşah qızılları öz oradan çıxardacaq. 6 dənə qızıl olacaq. Bəs 7 dənə qızıl? O da yoxdur. 4-dən 2 ilə 1 7 eləyir. Bəli, 4, 2, 1, 7 eləyir deyə 7 dənə qızılı qutuya qoymağa ehtiyac yoxdur. Amma 8 dənə qızılı ehtiyac var. Qutuya qoymağa ehtiyac var. 9? Yoxdur. 10? 8 ilə 1. Yoxdur. 11? Yoxdur. Var. 11-i necə yığasan? 1-dir, 1, 2, 8. Bəs 12? Yoxdur. 8 ilə 4. Bəs 13? Yoxdur. 8-dir, 4-dür, 1-dir. 8-dir, 4-dür, 1-dir. 13 eləyir. Bəs 14? Yoxdur. 8 ilə 4, 2, 1. 8, 4, 2 bizə 14 verir. 8, 4, 2. 8 Bəs ilə 4, 2. 15? 15-i də elə bilərik. 1, 2, 4, 8 cəmi 15 eləyir. Amma 16? Lazım olur. 16 yox idi. 17, 18, 19, 20 ta 31-ə qədər var. Bir də 32-ni qoyursan qutuya. İnanmırsansa yoxla. Və 1 üstə gəl 2, üstə gəl 4, üstə gəl 8, üstə gəl 16, üstə gəl 32 cəmi vallahi 63 eləyir. 63 dənə qızılı mən ən azı neçə dənə qutuya qoya bildim? 6 dənə qutuya qoya bilirəm. Tamam mı? Bəli. Başa düşürük yoxsa yox? Başa düşürük. Onda mən bunun üçün bir qayda
deyə bilərəm. Mən qayda deyən kimi qeyd edirik. Əgər məsələnin şərtində bizə 63 dənə qızıl deyirsə, üstünə 1 gəlirsən 64, 64-ü sən 2-nin üstü 6 şəklində göstərə bilirsən və qüvvətdə gördüyün qutuların sayıdır. Başa düşdünüz qaydanı? Bəli. Bəli. Tamam. Silin bunları yazdınız. Bəli, yaz. Bəli.